Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabi ecma'in. Amma ba'd. Qardaşlar, bilirsiniz, bu təxribat qrupu bu yaxınlarda yenə köhnədəyi kimi öz səfikliklərinə, cahilliklərinə əl ataraq yenə bir fitnə peşində olduqları ortaya çıxdı. Bu yaxınlarda bəzi bu təxribat qrupu, səfihlər qrupundan bəziləri çıxdılar, qəribə bir şayə yaydılar, məlumat yaydılar ki, Gürcüstanda əmirlik qurulur, İslam əmirliyi qurulur, orada zəkatlar toplanılır, nə bilim, bəzi medialarda əslində media qayda qanunlarına riayət eləməyən bəzi saytlarda götürüb mənim şəklimlə IŞİD-in liderinin şəkilli böyür-böyrə yan-yana qoyaraq bəzi xurafi və yalan dolu xəbərlər yayınladılar. Qısacası bunu açıqlamaq vermək istəyirəm. Baxmayaraq ki, ətraflı şəkildə bəyanat vermişdim bu məlumat haqqında. Bu əslində çox gülməlidir, çox qəribədir. Belə bir əsassız, təməlsiz, yəni heç belə deyək, məntiqə, ağla, dinə uyğun gəlməyən bir ideyalarda bu təxribat qrupunun bulunması. Əslində o qrupdan, o təxribatçılardan, o fəsadçılardan, fitnəçilərdən, səfihlər qrupundan belə şeylərdən başqa nəsə gözləməyin özü də bəlkə də düz deyir. Onlardan başqa nə gözləmək olar ki? Sən onları görəsən ki, məscid inşaat edirlər, onları görə bilmərsən. Dini bir institut tikirlər, universitet tikirlər, onları belə bir xeyr əməllərdə də görə bilmərsən. Oturub elm oxuyurlar, Quran əzbərləyirlər, Buxarini, Muslimi, Əbu Davudu, elm öyrənlər ciddi şəkildə, onları bu yolda da tapa bilmərsən. Oturub haradasa imamdılar, rəsmi imamlıqla məşğuldular, onları belə yerlərdə də görmək mümkün deyil. Oturub dəvət edirlər, minbərlərdə xütbə verirlər, insanları doğru yola gətirirlər. Bu təxribat qrupunu belə yerdə də tapmağın mümkün deyil. Bunlar sadəcə gündüzləri alver, biznes, onu orada aldat, bunu burada aldat, fırıldaqçılıqla həyatlarını quraraq, ondan sonrasına da dəvətçi insanların hesabına özlərini cəmaata tanıtmaq istəyən qruplardır bunlar. Bunların işi gücü müsəlmanların arasında nifaq salmaq, işi gücü müsəlmanların arasında fitnə salmaq, insanları bir-birinə qarşı çıxartmaq, devlətlərdə əmin-amanlığı pozmaqdır. Bu təxribat qrupunun işi budur. Bunların bir hissəsi Azərbaycandadır, bir hissəsi Gürcüstandadır. Qafqazın başqa ölkələrində də bu təxribat qrupları hər yerdə az-az belə faydasız toxum kimi səpələniblər. Harada olsalar orada fitnə törədirlər. Harada olsalar əmin-amanlığa xələl gətirirlər. Bunların kimisi casus üslublu adamdır, kimisi təxribatçıdır, kimisi fitnəkardır. Hamısını da sələflik adıyla güya, orta yol adıyla güya ciddi dindarlıq adıyla eləyirlər. Çünki cəmaatı başqa yolla inandırmaları mümkün deyil. Qısacası qardaşlar, bu əmirlik ideyası, zəkat ideyası, beyət ideyası, bunların hamısının tamamilə yalan və gülünc olmağını hamınız şahid oldunuz. Bu məsciddə ən azı 18 ildir imamam. Və mənim imamlığım dövlət tərəfindən dəstək, millətin dəstəyi ilə oldu. Və imamlığımız Allah Azza və Cəllənin izni ilə davam edir. Bugünkü gündə bizim dövlətdə də, millətin içində də imamlığımıza bir etiraz yoxdur. Çünki danışdığımız hər şeyi sizin qarşınızda danışıram, kameranın və yaxud da zaps olan şeylərin heç bir gizli şeyimiz yoxdur. Hər şey göz qabağındadır. Və biz əmin-amanlığın, sülhün, bərabərliyin, qardaşlığın tərəfindəyik. Biz bilirik ki, əslində insanlar bərabərlik, birlik, əmin-amanlıq olmasa insanlar huzur içində yaşamaları mümkün deyil. İnsanlar dinlərini yaşamaları mümkün deyil. İnsanlar elmi öyrənmələri mümkün deyil. Öyrəndiyi elmlərə əməl etməkləri mümkün deyil. Bunların hamısının təməli əmin-amanlıqdan qaynaqlanmadır. Biz ona görə əmin-amanlığa xələl gətirən nə varsa, o şeyi də tərk edirik, əmin-amanlığa xələl gətirən şəxsləri də. İstər Gürcüstan, istər Azərbaycan, istər başqa yer olsun.
Elhamdülillah, Azərbaycanın özü də sülhdə, əmin-amanlıqda yüksək zirvədədir, qardaşlar. Qafqaz ölkələrində ən əmin-amanlıq olan ölkələrdən biridir. Və qardaşlar da, elhamdülillah, əksəriyyəti sülh, əmin-amanlıq içindədir. Orta yol tutmuş qardaşlardır. Sadəcə bəziləri daima təxribatla məşğuldular, insanların arasına nifaq salmaqla məşğuldular ki, hətta onların hesabına gündəmdə qalsınlar. Bəziləri qardaşlar göz qabağındadır. Yəni onlar sadəcə o təxribat qrupunu bir də öz ətrafında olanları aldata bilirlər. Gülüşlərlə, hə-ho, belə lağlağalarla elə bilirlər ki, cəmaatı inandıra bilirlər. Əslində cəmaat elhamdülillah ayılıb. Bəzilərinin, onların bugünkü gündə o təxribat qruplarının bəzilərinin ağılları 98-ci ilə 2000-ci illərə gedib ki, onlar nə danışsa cəmaat hay-hay eləyib qəbul eləyirdi. İndi millət özü elm oxuyur. Millət özü alimlərə qayda bilir. Millət özü kitab oxuyur. Millət özü təhsillə məşğuldur. O aldatan dövrləri hay-hay eləyib cəmaat dəlilsiz, subutsuz sözlərini qəbul elədikləri dövr getdi. Millətin qabağında ciddi olmaq lazımdır. Millətin qabağında həqiqəti gözəl şəkildə göstərmək lazımdır. Bugün bəziləri var, inan deyirəm, vallahi, çox səmimi danışıram qardaşlar, vallahi. İstixbaratın, polisin, dövlət mühafizə orqanlarının gözünə girmək üçün illa qalxıq, məsələ, Suriyanı pisləyir, onu pisləyir, bu təkfirçidir, o xavaricdir. Axşama kimi bu temalarda danışır ki, yəni, bunu ya imam qoysunlar, ya bir vəzifəyə keçsin, ya dövlət bu etibarlı deyib onu biraz önə çəksin və yaxud da biznesini gözəl aparmaq üçün dövlət onu etibarlı görsün deyə əslində bu temaların peşindədir bir çoxları. Əslində səmimi deyirlər onlar. Bir çoxlarının gerçək həyatlarına baxsan, əslində yaşadıkları dövlətlərdə qanun verilməyən məsələlərin yüzlərlə əl altından iş gördüklərini görərsən onların. O təxribat qruplarını mən çoxdan tanıyıram. Onlar ancaq ətrafındakiları, bir də saf insanları aldata bilərlər. Mən kimdən danışıram, kimi qəsd edirəm, bunu dinləyəndə onlar biləcəklər söhbət kimdən gedir. Və xüsusən də bizim bayram görüntülərindən sonra bir çoxları bəlkə də qəlb krizi keçirmək üzrədir. Devlətin dəstəyi ilə o bayram görüntülərindən sonra bir çox həsədkarlar qurbağa kimi lak-lak eləməyə başlayıblar sadəcə. Paxıllıqdan hər şeyə əl atırlar. Sosial şəbəkələrdə o qurt yeyib işlərini çürütərək bağıran insanların halına gəliblər. O bayram görüntüləri bir çoxlarını o həsəd qruplarını narahat elədi. Ona görə belə şeylərə tez əl atdılar. Bizi dövlətlə qabaq-qabağa gətirmək üçün, nə bilim, başqa insanlara qarşı pis təsəvvür elətdirmək üçün bu oyunların hamısı özlərinin başına gələcək inşallah. Düşdükləri, qazdıqları quyuya özləri düşəcək, dikdikləri torba başlarına keçiriləcək onların, Allahın izni ilə. Həmişə səmimiyik, həmişə dəvətimizdə ciddiyik, nəyi etiqad ediriksə millətimizlə, cəmaatımızla paylaşırıq. Məsələ budur, qardaşlar. Ona görə Allah Azza və Cəllənin izni ilə biz haqqın tərəfində olacaq, dürüstlüyün tərəfində olacaq, əmin-amanlığın tərəfində olacaq, haqdan azan hansı qruplar varsa, istərsən təkfirçilər olsun, istərsən xavarici olsun, istərsən işid dəstəkçiləri olsun, istərsən sufilər olsun, istərsən sahabələrə soyanlar, rafizlər olsun, kim olursa olsun, kimlər doğru yoldan sapacaqsa, biz çalışdığımız, bacardığımız qədər onları doğru yola qaytarmağa çalışacağıq. Qaydan qaydacaq, qayıtmayandan uzaq duracaq və onlardan cəmaatı çəkindirəcəyik. Əmin-amanlığın sülhün tərəfində olacaq. Yanan yansın, partlayan partlasın, ölən ölsün. Və biz öz yolumuzda son nəfəsimizə kimi Allahın izni ilə orta yolla gedəcəyik. Keçən dəfə dediyim kimi, it hürər, karvan keçər. Bu dinin inşallah Azza və Cəllə doğru, dürüst şəkildə nəyi bacarırıq, o şəkildə təbliğ edəcəyik və əməl edəcəyik. Allah bizləri muvaffaq eləsin. Allah Azza və Cəllə islah eləsin, güc versin bizlərə. Və sallallahu aleyhi və səlləm və barik alə nəbinə Muhammed.